Qazağın Ağköynə kənd sakinlərinin gözü 4 gündür yoldadır. Günəşli yatağında baş verən hadisə zamanı 44 yaşlı Xalid İbrahimov da itkin düşənlər arasında olub. 10 ildən artıqdır qaynaqçı kimi fəaliyyət göstərən kənd sakini faciə baş verən zaman əmisi oğlu ilə telefonla danışaraq çalışdıqları neft yatağında güclü külək olduğunu bildirib. Axırıncı dəfə saat 6-da zəng eləmişdi ki, belə tufandır. Hazırlaşırıq çıxmağa. Elə axırıncı zəngi o olubdu. Ondan sonra zəng eləməkdir. İndi yoldaşıza falan hamı. Mənim oğlum Bakıdadılar, qardaşımıza. Biz də buradayıq, nə bilim. Ayın 15 gününü dənizdə keçirən Xalid İbrahimov rayonda təsərrüfat işləri ilə məşğul olub. Zəhmətkeşliyi ilə yadda qalan kənd sakini elə bu xüsusiyyəti ilə də qohumların, qonşuların hörmətini qazanıb. Gözəl zəhmətkeş oğlan, gözəl ailə canlı, balalarından ötürü özünü öldürürdü, qohumdan, əqrəbədən ötürü özünü öldürürdü. Vallahi bir qonşunu xeyir, şər olan dilə yürürdü, gəlirdi ki, nə olub, nədir, maşını var idi, qoyurdu, aparırdı, ay sizə qurban olum, nə deyək, Allah özü köməyində dursun. 2 qızı bir oğlu var. Qızları məktəbdə oxuyur, oğlu da 10-cu sinifdə oxuyur. Qonşuluqda, mehriban, xeyirdə, şərdə, yəni hər cəhətinə yaxşı olan olub. Təkcə faciədə itkin düşənlərin tanıdıqları yox, hər kəs, hər bir vətəndaş onların tapılması xəbərini gözləyir. Gülnar Fazil qızı, Rahim İbrahimoğlu, Qazax.